Deməli, indi də üzən şəhərlər yenə 2 mart 2025-ci il buraxılış sınağının ikinci mətninin, publistik mətninin izahına baxaq. Üzən şəhərlər mətni artıq oxunmuş kimi nəzərdə tutaq. İndi oxumağa ehtiyac yoxdur. İndi 51-ci sualdan başlayırıq. Qeyd olunur ki, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, cədvələ əsasən uyğun fikirlər bizdən istənilir. Deməli, burada diqqət edəcəyimiz məqamlar doğrudur, yanlışdır, ehtimaldır məsələsinə nəzər yetirməliyik. Deməli, burada Maldiv adalarında əhalinin altı bucaqlı adalarda yaşaması bu doğrudur deyə bilmərik. Nəyə görə? Çünki o hələ layihədir, reallaşmayıb. Ona görə buna mənfi qoyuruq. Bangkok şəhərində ildən ilə aşağı çökməsi şəhərinin və burada birinci abzasda qeyd olunur ki, Bangkok şəhəri hər il 2 sm batır. Deməli, bu doğru fikirdir. Yanlışdır. Ontario şəhərində üzən evdə inzibati binaların da yerləşməsi, üzən evdə inzibati binaların yerləşməsinə bağlı bir məlumat yox idi. Sahil zolaqlarında yaşayış məntəqələrinin olması, bu isə qeyd olunur ki, hardasa 40%, 40% sahil zolaqlarında yerləşir. Belə bir cümlə var idi, onu bir tapaq. Deməli, elə ilk cümlədə təxminən 40%-i 2100-cü ilə qədər yaşayış üçün yararsız olacağı düşünülən sahil zolaqlarında yaşayır. Bu da deməli doğrudur. Sonra su basmadan müdafiə olmaq üçün təcrübələrin olması. Bu təcrübələrlə bağlı zaten mətndə danışılır. Yəni bu doğru fikirdir. Ehtimal deyil, yəni doğru fikirdir. Bunun nəticəsində zaten orada faktlar var. Doğrudur. Enark şirkətinin layihələndirdiyi şəhərin təbii fəlakətlərə qarşı tab gətirməsi. Bu hələ layihələndirilib. Belə düşünürük ki, tsunamiyə qarşı da dözümlü olacaq. Yəni bu da ehtimaldır. Biz deməli nə edirik? Doğrudura müsbət qoyuruq, yanlışdıra mənfi qoyuruq, ehtimaldıra da sual işarəsi qoyuruq. Və burada doğrudurun içində uyğunluğu istədiyinə görə müsbəti, yanlışdırın içində mənfini, sualın içərisində də, yəni ehtimalın içərisində sual işarəsini götürürük. Yəni 2, 3 və 6 düzgün cavab Y bəndi olacaq. 52-ci suala baxırıq. Mətnin tezislərinə aid edilə bilməz. Yəni mətndə bu məqamlardan danışılıb və bununla bağlı tez irəli sürülə bilər. Bir də bilməyəni soruşur burada, hansı buna aid deyil. Deməli, ilk tezə baxırıq. Müxtəlif təbiət hadisələri yaşayış məntəqələrinin təhlükə qarşısında qoya bilir. Biz bunu tezis kimi götürə bilərik. Çünki biz bunların nəticəsində yaşayış məntəqələrinin ziyan gördüyünü şahidi oluruq. Deməli, biz biri götürə bilərik. Birə müsbət qoyduq. 2. Müxtəlif fəlakət riski ilə üzləşən ölkələr tədbirlər görməkdən acizdir. Bununla bağlı bir şey yoxdur. Yəni, dəqiq bir şey deyə bilmirik. Bu barədə məlumat yoxdur mətndə də. Su basmadan qorunmaq üçün müəyyən texnoloji tədbirlər görülür. Bəli, bunu biz görürük. Üzən şəhərlər filan məsələsi. Planetin sahilyanı ərazilərinin itirilməsinə qarşı mübarizə aparılır. Bəli, üzən şəhərlər də zaten bununla bağlı məsələ idi. Su basma ehtimalı olan ərazilərdə əhalinin köçürülməsi ilə bağlı müəyyən işlər görülür. Burada əhalinin köçürülməsi ilə bağlı bir işdən söhbət getmir. O sahilyanı ərazilərin alternativ şəkildə, yəni yeni şəhər formasında salınması ilə bağlı bir şeydir. Yəni o köçürülmə məsələsi deyil. Ona görə biz burada aid olunmayacaqlar istədiyinə görə 2 ilə 5-i götürəcəyik. Düzgün cavab Y bəndi olacaq. Növbəti suala keçək. Mətnin 3-cü abzasına əsasən cümləni tamamlaya bilər. Deməli, 3-cü abzasımıza baxaq. Deməli, 3-cü fırtınasız havalarda sözlərində daim bu. Deməli, üzən evlər ev qayıqlardan fərqli olaraq daha qədimdir. Xeyr, bunlar yeni texnologiyanın necə deyək, məhsuluydu. Suda bir yerdən başqa yerə üzür. Bu hər ikisinə aiddir. Dəyişən iqlim şərtlərinə uyğunlaşdırılmışdır. Bəli, üzən evlər
artıq müəyyən mənada iqlim şəraitinə uyğunlaşdırılmış ev hesab olunur. Texnoloji yenilikdir. Bu da doğrudur. Sabit özül üzərində qərar tutur. Xeyr, bu üzən evə aid deyildi. Deməli, olanı soruşur. 3-lə 4, yəni tamamlaya biləni soruşur. 3-lə 4 olacaq. 54-cü suala baxırıq. Hansı cümlələr mətnin ən azı 2 abzasını genişləndirə bilər? Yəni, burada diqqət edəcəyimiz məsələ nədir? Bu cümləni biz mətnin 2 abzasına aid eləyə biləcəyimiz cümləni müəyyən eləməliyik. Deməli, bunlar hansılardır? Deməli, infrastrukturun necə işləyəcəyi ilə bağlı təfərrüatlar hələ məlum olmasa da, onun üzmə qabiliyyətinin təmin edilməsi kimi məsələlər detallı işlənib. Bu fikirlər mətndə deməli hansı abzaslarda qeyd olunub? Deməli, baxaq mətnimizə. 1, 3. Deməli, baxırıq, dəniz səviyyəsinin qalxmasına qarşı mübarizə layihəsinin şəhər modul strukturlardan ibarətdir. Şəhər bir sıra modelləşdirmə 6 bucaqlı adalardan ibarət olacaq. Yəni, bu 4-cü abzasda biz bu barədə görürük. Bir də Yaponiyanın Enark şirkətinin layihəsində biz bunu görə bilirik. Deməli, deməli biz burada birincisini 2 abzasa aid eləyə bilirik. Sonra layihəlində şəhərdə restoranlar, mağazalar, xəstəxanalar, məktəblər fəaliyyət göstərəcək. Bu da zaten elə üzən şəhərlərlə bağlı olduğuna görə elə 4-cü və 5-ci abzasa aid edilmək mümkündür. Nüfuzlu təşkilatın körfəzlə bağlı həyəcan təbili çalması problemin ciddiliyindən xəbər verir. Burada bu barədə deməli, lap girişdə qeyd olunmuşdu ki, BMT məlumat verir. Yəni, bu birinci abzasa aid olan fikir olur. Ona görə bunu biz digər abzaslarda bununla bağlı bir məqama toxunmadığına görə oraya aid eləyə bilməyəcəyik. Enerji istehsalından tutmuş su təminatına qədər hər şey e, hər şey nəzərdə olan mövcud resurslar hesabına əldə ediləcək. Bu da yenə həmin layihələrlə bağlı qeyd oluna biləcək bir fikirdir. Yəni, deməli, bunu da 2 abzasaq qeyd eləyə bilirik. Dəniz səviyyəsinin qalxması taxta özülər üzərində yerləşən şəhərin onsuz da zəifləmiş struktur zədələməsini artırmağa davam edir. Bu da yenə taxta bünövrələr üzərində biraz daha yuxarıda ikinci abzasda qeyd olunan məsələ vardı Venesiya ilə bağlı. Ora aid olacaq. Yəni, bu ikinci abzasa aid olacaq. Yəni, bu da uyğun gəlmir. Bizdən də 2 abzas genişləndirə bilən istəyir. Deməli, birinci, ikinci və 4-cü deməli, D bəndini götürəcək. Və test suallarından 55-ci suala baxırıq. 55-ci sualda soruşulur ki, mətnə əsasən səbəbini müəyyən etmək mümkündür. Nəyin səbəbini müəyyən eləyə bilərik? Onlara baxacağıq. Deməli, əhalinin sahil zolaqlarında yaşamağının səbəbi ilə bağlı bir məlumat yoxdur. Sinqapur modelinin nümunə kimi göstərilməsinin səbəbini deyə bilərik. Çünki o model müəyyən belə deyək də, təhlükələrə qarşı istifadə oluna biləcək bir modeldir deyə göstərilə bilir. Su basmanın səbəbi ilə bağlı da var. Qlobal istiləşmə qeyd olunur. İqlim dəyişikliklərinin səbəbi ilə bağlı bir məlumatı biz görmürük. Yəni, nəyə görə bu iqlim dəyişiklikləri baş verir? Binaların bünövrəsinin zəifləməsi də yenə ikinci abzasda qeyd olunmuşdur ki, müxtəlif təbii faktorlar, zəlzələlər falan, zəlzələlər filan dövründə onlar da zərər görür. Deməli, 2, 3, 5 düzgün cavabımız Y bəndi olacaq. İndi açıq suallardan baxaq görək, sxemlə bağlı nələr var idi, onlara nəzər yetirək. Deməli,
56-cı sualda qeyd olunur ki, mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Deməli, həmin nöqtələrin yerinə baxaq. Deməli, ehtimal ki, Adriatik dənizinin səviyyəsinin qalxması gələcəkdə şəhərin yox olmasına gətirib çıxaracaq, məhvinə gətirib çıxaracaq və yaxud da ki, məhvinə səbəb olacaq, şəhərin yer üzündən silinməsinə səbəb olacaq və yaxud da ki, su altında qalmasına səbəb olacaq və s. kimi bu formatda müxtəlif fikirlər yazıla bilər. Üzərində rəqəm yazılmış sözlərin kontekstə əsasən mənasını müəyyən edin. Deməli, rəqəm yazılmış sözlərimizə baxaq. 57-ci sualda, deməli, riskdən söhbət gedir. Risk güclü və daim. Risk təhlükədir. Riskləri alıb qalxması, su altında qalması riskləri artır. Qorxusu da artır deyə bilərik. Risk və qorxu qeyd oluna bilər. Son əsrdə güclü daşqınlarla üzləşib, güclü, şiddətli daşqınlar deyilə bilər. Böyük daşqınlar deyə bilərik. Sonra üçüncü söz isə fırtınasız havalarda su hövzələrində daim bir yerdən başqa yerə rahatlıqla üzən, daim üzən, həmişə üzən, hər zaman, həmişə, hər vaxt bunlar qeyd oluna bilər. Sonra digər sualımıza keçək. Deməli, Eyler-Venn diaqramını doldurun deyilir. Eyler-Venn diaqramda burada deyilənlərə görə mətndə iki şəhərin müqayisəsi var idi. Deməli, hansı şəhərlər idi? Biri Ontario şəhəri ilə bağlı idi. Digəri də Yaponiya ilə bağlı, Yaponiyadakı şəhərlə bağlı. Deməli, bu barədə nə deyə bilərik? Ontario şəhəri ilə bağlı deyə bilərik ki, bu bir ailə üçün nəzərdə tutulub. Çünki üzən ev idi, bir ailə üçün nəzərdə tutulan idi. Sonra sahəsi var idi, 1000 kvadrat metrlik sahəsi var idi deyilə bilər. Sonra polad çərçivəli sallar üzərində inşa olunmuşdur ya qurulmuşdur deyilə bilər və yəni bu artıq realdır da, yəni hal-hazırda istifadə olunur deyilə bilər. Digəri layihə idi. Yaponiyadakı üzən şəhər o layihə idi. Ona görə onunla bağlı deyilə bilər ki, layihədir, yəni hələlik reallaşmayıb. Sahilə bərkidilməsi nəzərdə tutulur, belə deyilə bilər. Sonra körfəzdə yerləşəcək. Sonra tsunamiyə davam gətirə bilməsi ehtimal olunur. Belə bir məqamda qeyd oluna bilər və s. Yəni, bunları qeyd edə bilərik. Və bu hər ikisinin ortaq cəhətinə nələr qeyd oluna bilərdi? İndi orada bir ya da iki xüsusiyyət yazılacaq. Ola bilsin ki, bəlkə də bir var idi orada. Deməli, yaşayış məqsədi üçün nəzərdə tutulub, yəni yaşayış üçün nəzərdə tutulub. Texnoloji inkişafla bağlı ərsəyə gətirilib deyilə bilər. Sonra su səviyyəsinin dəyişməsinə görə nəzərdə tutulub. Bunlar qeyd oluna bilər. Və 59-cu suala baxırıq. Əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvəli doldurun. Bu işarə qoyulmuş sözlər əsasında cədvəl deyəndə orada deməli 2 dənə söz var idi. Körpü və bünövrə sözündən söhbət gedir. Bəli, körpü və bünövrə. Bunların ənənəvi bizim sxemimiz vardı. İnformativ funksiya və paytiv funksiya ilə bağlı sxem bu olmalı idi. Deməli, hər ikisinə baxdığımız zaman 400-dən çox körpü, bu informativdir. Binaların bünövrəsi, bu da informativdir. Yəni, hər ikisi informativ funksiyada işlənib və bizdən tələb olunur ki, o informativ hissəsinə işarə qoymalıydıq və onu paytik mənada işlətməli idik. Nə deyə bilərdik? Məsələn, deyilə bilər ki, müasir təhsilimizin bünövrəsi möhkəm dayaqlar üzərində qurulmuşdur. Məsələn, təhsilin bünövrəsi bu formada qeyd oluna bilər. Və yaxud da ki, uşaqların bünövrəsi ailədə formalaşdırılır. Bu formada qeyd oluna bilər. Bünövrə sözünə görə körpü sözü ilə də bağlı, yəni əlaqə mənasında işlənə bilər. Qardaşlıq körpüsü deyilə bilər, nə bilim, dostluq körpüsü deyilə bilər,
insanların arasında olan mənəvi körpüdən söhbət gedə bilər və s. Bunlar indi sxemdə cümlə formasında mı istəyirdi, yoxsa sadəcə söz birləşməsi yazmaq kifayət edirdi mi? Orada sxemdə yazılan məqama diqqət eləmək lazım idi. Yəni, hər halda sxemdə qeyd olunmuş olar. Ya cümlə üzərində yazın, ya da ki, nümunə yazın. Əgər poetik funksiyada nümunə deyirsə, söz birləşməsi də cümlədə uyğun gələcək. Belə. Və sonuncu sual qaldı hər halda. Mətnə əsasən cədvəli tamamlayın. Bu cədvəldə də deyilənə görə nədən söhbət gedirdi? Problem verilib, şəhərlərin su altında qalma təhlükəsi, səhv eləmirəmsə belə bir problem verilib və bu problem üçün də problemin həllinə çalışan ölkələr və addımlar, o ölkələrin gördüyü tədbirlər qeyd olunmalıdır. Məsələn, bunlardan nə yazıla bilər? Sinqapur yazıla bilərdi ki, üzən tikililər vasitəsilə öz ərazisini artırmışdır. Maldiv adaları ilə bağlı mətndə görürük ki, orada qeyd olunur ki, modul strukturlardan ibarət şəhər layihələndirilir. Sonra Yaponiya ilə bağlı deyilə bilər ki, Enark şirkəti yeni bir şəhərin tikintisini nəzərdə tutmuşdur və s. Yəni, bunlar qeyd oluna bilər.